Qida zəhərlənməsi təkcə istehlakçının sağlamlığı üçün təhlükə deyil, həm də hər bir müəssisənin nüfuzuna ciddi zərbədir. Bir yanlış addım, bir nəzarətsiz mərhələ nəticəsində həm müştəri itir, həm də etibar. Məhz buna görə də HASP sistemi qida təhlükəsizliyinin əsas qoruyucu mexanizmidir. Bu sistem müəssisələrə riskləri öncədən müəyyənləşdirib idarə etməyə imkan verir. HASP sayəsində müəssisələr xam maldan başlayaraq bütün istehsal prosesini izləyir, təhlükəli mikroorqanizmləri və kimyəvi riskləri vaxtında aşkarlayır, kritik nəzarət nöqtələrində riskləri minimuma endirir. Təsəvvür edin, ət məhsulu düzgün temperaturda saxlanmazsa, edilən bu səhv bütün yeməkləri riskə ata bilər. HASP belə halların qarşısını alır, prosesləri davamlı nəzarətdə saxlayır və zəhərlənmə hallarını minimuma salır. Əgər müəssisənizdə qida təhlükəsizliyini gücləndirmək və istehlakçı etimadını qorumaq istəyirsinizsə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun HASP xidmətlərindən yararlanın. Daha ətraflı məlumat üçün afsi.gov.az saytına daxil olun və ya 1300 çağrı mərkəzi ilə əlaqə saxlayın.